Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, aşıq sənətinin incə ruhunu yaşadan Aşıq Ulduz Sönməz sazın simlərində bir ömür danışan qadındır. Adı bəlli Xoşbulaq yaylağında, adı bəlli Xoşbulaq yaylağında, sənin adın nədir ay çiçəklərən, görüm adın nədir ay çiçəklərən. Onun səsində yalnız nəğmə yox, illərin ağrısı, sevinci və xalqın yaddaşı yaşayır. Cavanşir qüdrətli səhifələr var, səhifələr var. Sazı sinəsinə sıxıb səhnəyə çıxanda o təkcə ifa etmir, bir ənənəni yaşadır, mədəniyyəti qoruyur. Gecə gündüz məhləmizdə, gecə gündüz məhləmizdə, yetirəm səndən ötəri, əsirəm səndən ötəri. Sadəliyi onun böyüklüyüdür, səmimiliyi isə qəlblərə açılan qapısı. Bu yol tək getdiyi yol deyil, bu yol artıq davam edir. Talih adlı nazlı mələk dönüb keçib bilməmişəm. Ömür gündən xoş günləri silib keçib bilməmişəm. Həyat nədir? Qana qana, kül olmuşam yana yana, düz yanımdan saymaz yana gəlib keçib. Onun izlərini sevgi ilə izləyən, sənətini yaşadan qızı Sədaqət Ulduz bu irsi sabaha daşıyan bir körpüdür. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Atam qoca Qafqaz, anam bu vətən, Azərbaycanlıyam, Azəri qızıyam. Ana sazı ilə danışdı, qızı o səsi gələcəyə çatdırır. Bir ocaq var ki sönmür, çünki o ocaqda sənət var, sevgi var, kök var. Onlar sadəcə ana-bala deyil, onlar bir sənətin iki nəfəsidir. Biri keçmişin yaddaşı, digəri sabahın ümididir. Uçub dağılmış ata ocağı, uçub dağılmış ata ocağı, yenə yada düşdü bu axşam. Bu hekayə bizə bir həqiqəti xatırladır. Əsl sənət heç vaxt ölmür. O, ürəkdən ürəyə keçərək yaşayır.